Salam, bugünkü videomuz 2019-2024-cü illərə 9-cu sinif buraxılış imtahanı düşmüş koordinat sisteminə aid sualların izahı olacaq. Başlayaq. Birinci sualımıza deyir ki, A -1, 0, B'miz isə -7, 6 nöqtələrindən arasındakı məsafəni tapın. Uşaqlar, burada x birimiz 1-dir, y birimiz 0-dır. Burada x2'miz -7'dir. x2 -7'dir, y2 6'dır. Və məsafəni tapmaq üçün d bərabərdir. Kökün altında x2 minus x1'in kvadratı üstə gəlsin y2 minus y1'in mötərizə kvadratı. Gətirək indi yerinə qoyaq. x2 nədir? -7 çıxılsın 1'in kvadratı üstə gəlsin y2 nədir? 6 çıxılsın 0'ın kvadratı bərabərdir. Bu enir -8'in kvadratı üstə gəlsin 6'nın kvadratı bərabər kökün altında 64 üstə gəlsin 36 kök altında 100 kök altında 100'den də 10 çıxır. Yəni iki nöqtə arasındakı məsafə 10'a bərabər. Düzgün cavab 10. Aha, 10 B variantı. İkinci sual. Deyir, -2, 7 nöqtəsindəki A nöqtəsinin koordinatları -2, 7'dir. O x oxuna nəzərən simmetrik olan nöqtənin koordinatlarını tapın. Uşaqlar, əgər o x-a nəzərən simmetrik deyirsə, bu zaman yəni simmetriyamız A şirik deyək, x yerində qalır, y mənfiyə dəyişir. Burada x-imiz -2'dir, y-imiz 7'dir. Şimdi simmetriye göre h' neye beraberdir? X kalır. Yani -2 kalır yerinde. 7 eksi olur -7. Düzgün cevap D variantı. Üçüncü sualda deyir ki A nöqtəsi -2,7'dir. B nöqtəsi isə -7,8'dir. Bax uşaqlar, gəlin qeyd edək. Bura -7,8 bu B nöqtəsidir. Bura isə -2,7 A nöqtəsidir. Baxın, bizim bu məsafəni istəyir. Bu məsafəni tapmaq üçün uşaqlar böyükdən kiçiyə çıxır. Yəni -2,7 çıxılsın -7,8. Bu zaman alınır 7,8, 2 mənfi olur müsbət, çıxılsın 2,7. Bu dedir 5,1. 5,1 hansı variantdır? E variantı. Dördüncü sual. Yenə də bizə verib ki, A nöqtəsi. A nöqtəsi verib. -2,8. B nöqtəsini verib. -5,9'a. Məsafəni tapmaq üçün böyükdən kiçiyə çıxıram. Yəni -2,8 çıxılsın -5,9. O deyir -2,8 üstə gəlsin 5,9. -2,8'den 5,9 çıxanda alırıq 3,1. Bizdən deyir məsafənin 5 misli, yəni 5 vurulsun 3,1. Bu deyir 15,5. Düzgün cavab B variantı. Beşinci sual. Yəni də A nöqtəsini verib ki, -7,3. B'ni verib -2 verib B'ni. B nöqtəsini -2 verib. Nə deyir? Bu nöqtələr arasındakı məsafəni. Yəni uşaqlar, böyükdən kiçiyə çıxırıq. Yəni bu zaman D bərabərdir. -2 çıxılsın -7,3. Yəni 7,3 çıxılsın 2. Buradan da alınır 5,3. Düzgün cavab 5,3, amma burada mənfilərdən götürülüb. Yəni ki, o mənfilər orada səhv düşüb. Bu mənfini buradan silsək, düzgün cavab E variantı. Çünki məsafə mənfi ola bilməz, uzunluqdur. 6-cı sual. Deyir, A nöqtəsinin koordinatları 2, 7'dir. B nöqtəsinin koordinatları 5, 11'dir.
və iki nöqtə arasındakı məsafənin 3 misli. Baxın yenə uşaqlar, bura x1, y1 yazırıq. Yəni də x2, y2. Məsafə düsturu nə idi iki nöqtə arasında? Kök altında x2 minus x1-in kvadratı. Üstə gəlsin y2 minus y1-in kvadratı. Buradan gətirib yerinə qoyuruq. Bərabərlik. Kökün altında 5 çıxılsın 2-nin kvadratı. Üstə gəlsin 11 çıxılsın 7-nin kvadratı. Bərabər. 3-ün kvadratı edir 9. 9 üstə gəl. Bura 4. 4-ün kvadratı edir 16. Kök altı 25-dən də çıxır 5. Və bizdən bu 5-in 3 mislini istəyir. Yəni 5 vurulsun 3. Məsafənin 3 misli. 15. Düzgün cavab 15. Bir dəqiqə. 15 hansı variantdır? Yəni ki, mən 7-yə baxmışam. Bu 6-cı deyil. 7 düzgün variant 15. Amma bura 6 yazmışam. Bura 7 düzəldik. İndi 6-ya qayıdaq baxaq. Bir 6-ya baxaq. 6 yazıb 7-yə baxmışam. Eybi yox. Tezdən baxaq. A bərabərdir. Mənfi 8, 4. B bərabərdir. Mənfi 3. Mənfi 3, 5. Bizdən məsafə. Yəni bura x1, y1. x2, y2 yazırıq. Məsafə nədir? Yəni eyni düsturu yazarım. x2 minus x1-in kvadratı minus y2 minus y1-in kvadratı bərabərdir. Gətirib yerinə qoysa x2 nədir? Mənfi 3 çıxılsın mənfi 8. Üstə gəlsin 8-in kvadratı. Üstə gəlsin. Y2 nədir? 5. 5 çıxılsın 4 kvadrat. Buradan alınır müsbət 5. Baxın buradan uşaqlar. Müsbət 5 alınır. Bunun kvadratı edir 25. Üstə gəlsin. Burada cavab 1. 1-in kvadratı edir 1. Kök altında 26. Kök altında 26'da C variantı verir. 8-ci solda deyir ki, ABCD kvadratının təpə nöqtələrinin koordinatları. Şimdi koordinatlar sistemində həll etsək. Deyir A 4'ün 1'ədir. Şöyle tamam ki 2 götürsək. 2, 3, bu 4. 4'ün 1'ə. Baxın bura 1'dir. Bura A nöqtəsinin koordinatları. C nöqtəsinin koordinatları 2'nin mənfi 1'i. 2'nin mənfi 1'ə buradır. Bura C nöqtəsinin koordinatlarıdır. D nöqtəsinin koordinatları 2'nin 1'ədir. 2'nin 1'ə bura D'dir. Bizdən B-in ise. Bu zaman uşaqlar baxın kvadrata tamamlasaq. Baxın 4 vahid. Bu olacaq 4'ün üzərində. Baxın uşaqlar. Bax, bura olacaq B. Bu zaman B'nin x'i nə olur? 4, Y mənfi 1. B'nin koordinatları olur bu zaman. 4, mənfi 1. 9-cu sualda nə deyir? A nöqtəsi 7, 3'dür və B, A mənfi 2 nöqtələri O, Y oxuna paralel olan düz xətt üzərindədirsə. A nöqtəsi 7'nin 3'ə. 1, 2, 3, 4, 5, 6, 7. 1, 1, 2, 3 bura. Bura A nöqtəsidir. Yəni də bura Y, bura X qeyd edirik. Deyir, bu nöqtə O, Y oxuna paraleldir. Elə bilin ki, buradan bir düz xətt çəkilir və həmin düz xətt O, Y-ə paraleldir. B'si də X'i A'dır. X'i A'dır, Y mənfi 2'dir. Mənfi 2 buradadır. Və B nöqtəsinin bu O-Y paralel xətt üzərində olması üçün bu X'i da 7 olmalı. Baxın, mən 7 ilə gətirəm. Mənfi 2'nin kəsişməsində B'ni yazım. O zaman B çıxır ki, B nöqtəsinin koordinatları da 7, mənfi 2'dir. Ki mən çünki gətirib burada qoysam, 5'də qoysam,
B. Bu zaman bu paralel xəttin üzərində olmayacaq həmin nöqtə. Ona görə yalnız bir variant var ki, B nöqtəsinin x-i 7 olmalıdır ki, bax kəsişməni götürəndə -2, 7 gəlsin bax bu qara paralel xəttin üzərində dayansın. Düzgün cavab 7 B variantı. 10-cu sualda bəzi silinmələr var. Görək oxuya bilərikmi? 10-cu. Deyir A-nın koordinatları 6x - k kvadratıdır. Bir də bu da k kvadratıdır. B-nin koordinatları isə 6k - 32 və 10 - 7k'dır. Deyir müstəvisində orta nöqtə. Orta olan nöqtə nədir? Baxın. Buna x1, bura y1 deyirəm yəni. Buna da x2, y2. Orta nöqtənin x-i nədir? x1 ilə x2-nin cəminin yarısı. Həmçinin orta nöqtənin y-ni tapmaq üçün y1 ilə y2-ni toplayıb 2-yə bölürük. Bu belə. Və həmin nöqtə deyir absis oxunun müsbət yarım oxu üzərində yerləşir, k-nı tapın. Əgər həmin nöqtə absis oxunun müsbət istiqamətində üzərindədirsə, burada demək ki, y sıfırdır. Ki, bu absis oxu üzərindədir. Yaxşı. Gəlin indi bax, x1, x2-ni, y1, y2-ni qoyaq yenə. Bu zaman x nəyə bərabərdir? 6k - k kvadratı üstə gəlsin 6k - 32 bölü 2. Bəs y nəyə bərabər olur? Y-ni də buradan yazsaq. Y nə verib bizə? Birində x kvadratı verib. K kvadratı verib. Birində 10 çıxsın 7k verib. Yazaq. K kvadratı plus 10 minus 7k bölü 2. Və bu absis oxu üzərində yerləşirsə, bu y sıfıra bərabərdir. O zaman yazıram. K kvadratı minus 7k plus 10 bərabər 0. Buradan k bərabərdir 2-yə, k bərabərdir 5-ə. İndi məndən nə istəyir? Müsbət istiqamətində olarsa. Bu zaman gətirəm k-nın hər iki qiymətini. Baxın, burada yerinə qoyub yoxlayıram ki, k-nın hansı qiyməti x-i çevirəcək müsbətə. Gətirəm bir dəfə k-nın yerinə 2-ni qoyuram. K-nın yerinə 2-yi qoysam x alınacaq. -4 üstə gəlsin. Bu da 12 katda 24 çıxılsın 32 bölü 2. Bərabərdir. Bu edir müsbət 20. 20-dən də 32 çıxan -12. 2-yə bölünür alınır -6. K-nın 2 qiymətini, x-in mənfi qiyməti verdi bizə. Yəni biz bunu indi k-nın 5 qiymətini yerinə qoyub yoxlayaq uşaqlar. Buram bir dəqiqə pozum. K-nın 5 qiymətini qoyub yerinə yoxlasaq. Bir də bunu sadələşdirim ki, sizə rahat olsun. Mənfi k kvadratı üstə gəlsin 12k çıxılsın 32-dir. İndi k-nın yerinə 5 qoyub yoxlayıram. -25 üstə gəlsin 60 çıxılsın 32 bölünsün 2. Bu eləyir mənfi. Bu ikisinin cəmi -57 üstə gəl 60 müsbət 3. Üstə 2-yə bölünür 1,5. Hə, bax k-nın 5 qiymətində x-in qiyməti olur müsbət. Demək ki, düzgün cavab deyir k-nın hansı qiymətində? K-nın 5 qiymətində. On birinci sual. Deyir, mərkəzi O koordinat başlanğıcında olan 2 çevrə uyğun olaraq A-sı 0, 6, 0, B-si 0, -4 nöqtələrindən keçir. Gəlin koordinatları quraq. Bu Y, bu X. A nöqtəsi 6-nın 0-a. 1, 2, 3, 4, 5, 6. Bura A nöqtəsidir. Baxın bura. B nöqtəsi 0-ın -4-ə. -1, -2, -3, -4. Bura -4, bu da B nöqtəsidir. -4. Deyir A, mərkəzi deyir O'dur. Bura O'dur. A, O, B'nin sahəsini istəyir məndən.
Bu məsafənin uzunluğu 6-dır. Bu məsafənin uzunluğu 4-dür. Və bizdən sahə. Əslində burada çevrəyə uyğun bir şey yoxdur, amma necə çevrə anlayışı düşüb. Heç nə AOB-nin sahəsini istəyir. Bu da düzbucaqlı, üçbucaqdır da. Bu da S nəyə bərabərdir? 6 vurulsun 4 bölünsün 2-yə. Bu da deyir 12. Düzgün cavab S bərabərdir 12-yə. 12-ci sualda nə deyir? Deyir ki, M nöqtəsi -3 -3 5 nöqtəsidir. Və o x-a nəzərən simmetrik. Yəni M'-i və ya M1 fərqi yoxdur. M1 simmetrik əgər deyirsə, burada x yerində qalır, y mənfiyə doğru dəyişir. Gətirin yerinə qoyaq. X olduğu kimi qalır. Yəni olur -3 -5. -3 -5 də C variantı. 13-cü sual. Buna oxşar bir işlədik yenə də. 9-cu sual idi səhv eləmirəmsə. Yenə də quraq. Nə deyir? A nöqtəsi -2. A nöqtəsi -2, 3'dür bura. Bura A'dır. B nöqtəsi 4, 3. B nöqtəsi bura 3'dür də. 4'ün 3'ü. Bura 4'dür. Burada 3. 4. Buranın B nöqtəsi. C nöqtəsi 4 -3. C nöqtəsi 4 -3 də. Baxın. Bura C'dir. Bizdən uşaqlar D-ni tapmağımızı istəyir. Əlbəttə ki, baxın bunları qazı tamamlasaq, baxın. Bura qədər. Bura D-dir. Bu zaman D-nin koordinatları nədir? X-i -2'dir. Y-i -3. -2, -3. Baxın E variantında. 14-cü sual. Nə deyir? A nöqtəsinin koordinatları A2'dir. B nöqtəsinin koordinatları 0-B'dir. C 1-0 nöqtəsi nəzərən simmetrik olarsa. Yəni bunun orta nöqtəsi 1-0'dır. Yəni yazırıq. Bura x1, y1 yerine qoysaq, x2, y2. Bu da x, y. X bərabərdir. x1 üstəgəlsin x2 bölü 2. Y bərabərdir. Y1 üstəgəlsin y2 bölü 2. Deməli, simmetrik yəni orta nöqtəsi. X1'im nədir? A bizə x2 0'dır. X1 bərabərdir. A üstəgəlsin 0 bölünsün 2. Y-im nədir? 0'dır. 2 üstəgəlsin B bölünsün 2. Buradan A'nı tapsam A bərabərdir 2'yə. Buradan 2 üstəgəlsin B bərabərdir 0'a. B də bərabərdir -2. Məndən A ilə B-ni istəyir. A'sı 2, B'si -2. A'sı 2, B'si -2. Baxın, biz də görüm, səhv yazmadım. Toplayıb yarıya bölürəm. Bunu da toplayıb 2 üstəgəlsin 0 yox. A'sı 2, B'si -2. Hansı ki A2, B -2. Heç bir variant yoxdur. Yəni ki, burada səhv yazılıb. Yazaq ki, A'sı 2'dir. B'si -2. A2, B -2. Davam edək uşaqlar. Yəni ki, burada bunu səliqəli yazaq. Biraz bulanıq oldu. Yazıram. A'sı 2'dir. B'si -2. Yəni ki, ola bilər variantlarda hardasa səhvlik var. Köçürmə zamanı ola bilər ki, səhv köçürülüb. Çünki köçürən müəllim özü verir. Yəni o PDF-i köçürüb bu formaya salan yanlış köçürür. Davam edək. Deyir ki, tənlik verilib bizə 15-ci sual. X kvadratı üstəgəlsin y kvadratı çıxasın 6x. 6x üstəgəlsin 12y minus 4 bərabərdir 0'a.
Çevrənin bir radiusunu tapın. İlk öncə çevrənin tənliyi r kvadratı bərabərdir x minus a-nın kvadratı. Bir də y minus b-nin kvadratına bərabərdir. Burada a ilə b çevrənin mərkəzi koordinatlarıdır. Baxın, gətirib mən bu tənliklərimi, baxın, bu formaya salmalıyam. Necə? Bax, x-ləri bir formada qruplaşdırıram. X kvadratı çıxılsın 6x. Uşaqlar, bura nə əlavə edib çıxsam ki, kvadratlar cəminə gələr, düstur. Baxın, 9-u əlavə edib çıxsam. Bu nə olur? X çıxılsın 3-ün kvadratı. Bu benim. Üstə gəlsin y-in kvadratı, üstə gəlsin 12y. Uşaqlar, nəyi əlavə edeyim çıxım? Baxın, 6-nın kvadratı, yəni 36-nı əlavə edib çıxsam, baxın, bu da gələr. Bax, bu formaya. İndi nə deyir bizdən? Sonra çıxılsın 4 bərabərdir 0. İndi gəl qruplaşdırıram. Baxın, bu hissdə x minus 3-ün kvadratıdır. Üstə gəlsin. Baxın, bura. Y plus 6-nın kvadratı. Çıxılsın mənfi 9, mənfi 36, mənfi 4. 49 bərabərdir 0-a. 49-u indi keçirək. Sağ tərəfə kvadratı. Üstə gəlsin y plus 6-nın kvadratı bərabərdir 49-a. Baxın, mənə r lazımdır. R-in kvadratı yox. 49-a yazıram ki, 7-nin kvadratı kimi. Baxın. Bərabər 7-nin kvadratı. Mənə buradan radius. Radius nəyə bərabərdir? 7-yə. Götürüb 49 yazarsınız. Çünki 49 r deyil. R-in kvadratı 49-a bərabərdir. O zaman r nəyə bərabər olur? 7-yə. 16-cı sual. Və yenə də o formadadır. X-in kvadratı çıxılsın 12x. Uşaqlar, nə əlavə edeyim çıxım? Yəni də baxın, 36-nı əlavə edib çıxıram. Üstə gəlsin. Y-in kvadratı üstə gəlsin 6y. Uşaqlar, yenə də əlavə edib çıxıram 9-u. 9-u əlavə edib çıxırıq. Çıxılsın 4 bərabərdir 0-a. Bu zaman bax, buradan alınır. X çıxılsın 6-nın kvadratı. Üstə gəlsin y plus 3-ün kvadratı. Bax, buradan alınır. 3-ün kvadratı. Çıxılsın. Bu mənfi 36, mənfi 9, mənfi 14. 49 bərabərdir 0-a. X minus 6-nın kvadratı. Üstə gəlsin y plus 3-ün kvadratı bərabərdir 7-nin kvadratına. Məndən yəni radius nəyə bərabərdir? 7-yə. R bərabərdir 7-yə. Düzgün cavab 7. O 7-ci suala deyir ki, x kvadratı üstə gəlsin y minus 5-in kvadratı bərabər 144. Çevrəsinin tənliyi verilmişdir. Bu çevrənin o-y kəsdiyi nöqtə. Uşaqlar, əgər o-y kəsdiyi nöqtə deyirsə, burada bilin ki, x bərabər 0 olmalıdır. Gətirib x-in yerinə 0 qoyuram. Bu zaman olur. 0-ın kvadratı üstə gəlinsin y minus 5-in kvadratı bərabərdir 144-ə. Buradan yazıram y minus 5-in kvadratı çıxılsın 12-nin kvadratı bərabərdir 0-a. Baxın, bunu keçirirəm sola. Bu zaman a kvadrat minus b kvadratına görə y minus 5 minus 12. Bir də y minus 5 plus 12. Bu iki tənliyi həll edirəm. Buradan alıram y minus 17. Buradan da y plus 5. Mənfi 5, 12, 7. Bərabərdir 0-a. Buradan y bərabərdir 17-yə. Y bərabərdir mənfi 7-yə. Deyək, koordinatlarını tapın. Kəsin nöqtədən. Bu zaman x-a 0 demişəm. O zaman olur 0, 17. Bir x gəlir axı. Bir də 0, mənfi 7. Baxın, o kəsin nöqtənin koordinatları baxın budur. 0, 17, 0, mənfi 7. 18.
Deyir x kvadratı üstə gəlsin y minus 3-ün kvadratı bərabərdir 49-a. Deyir çevrənin diametrini. Bax uşaqlar, burada çevrənin mərkəzi, yəni mərkəzin koordinatı A-mız, bax burada 0-a bərabərdir. B-miz 3-dür. Bəs R-miz nəyə bərabərdir? R nədir? R 7-dir. Çünki bu 7-nin kvadratıdır. Bax, bundan qabaq yazıb ki, çevrənin tənini yazırıq R kvadratı. R də 7-dir. Bizim diametr nədir? 2R olduğundan 2 vur 7 deyir 14. Düzgün cavab 14. Deyir mərkəzi 1. Mərkəzin koordinatları, yəni A-sı 1-dir. B-si 5-dir. Yaxşı, onu çevrənin tənini düzəldək. Buradan R-in kvadratı bərabərdir. X minus 1-in kvadratı üstə gəlsin y minus 5-in kvadratı. Buradan R-i tapmaq üçün uşaqlar, baxın, bizə nöqtələri verib. A, mənfi 3, 4. Yəni, buradan x-imiz mənfi 3-dür, y-imiz 4-dür. Bax, gətirib, bax, burada qoyuram, yerinə R-i tapıram. Bu zaman R-in kvadratı bərabərdir. Mənfi 4-ün kvadratı yerinə qoyanda üstə gəlsin mənfi 1-in kvadratı. Baxın, gətirib hər bir yerinə qoyanda belə alınır. Bu da alınır ki, 16 üstə gəlsin 1 bərabərdir 17. Məndən də çevrənin tənliyini istəyir, yazıram. X minus 1-in kvadratı üstə gəlsin y minus 5-in kvadratı. Buradan da R kvadratını yerinə gətirib 17-ni qoyuram. 17. Baxaq, düzgün variant A variantı. 20-ci sopa eyni qayda ilə 20-də yazırıq. Deyir, mərkəzi 1, 5-dir. Mərkəz 1, 5-dən yazıram x minus 1 kvadratı. Üstə gəlsin y minus 5-in kvadratı. Bu bərabər R-in kvadratına. R-in kvadratını tapmaq üçün mən 1, 7 nöqtələrini verib. Yəni, x-in yerinə 1 qoy, y-in yerinə 7 qoy, get R-i tap. Qoyanda olur 0 üstə gəlsin 7 minus 2'nin 5'in kvadratı, yani 2'nin kvadratı bərabər R-in kvadratına. Buradan R kvadratı bərabərdir 4'ə. Baxın, gətirib R kvadratının yerinə yazıram 4. Və çevrənin tənliyi baxın bu formada olacaq. Y minus 5'in kvadratı, x minus 1'in kvadratı bərabərdir 4'ə. Burada iki variant verir. Variantlardan biri səhvdir. Çevrənin tənliyi baxın, B-ni götürsək, yəni B-ni götürək. Bunu pozaq. Çünki eyni cavablar olmaz. X minus 1'in kvadratı üstə gəlsin. Y minus 5'in kvadratı bərabərdir 4'ə. Diametrin uc nöqtələri. Mən əslində bu sualları çevrə mövzusunu çəkib qoymuşdum. Orada çevrənin təmin istəyəndə, yəni çevrənin izahları var. 2019-2025-ci illərə düşən suallar. Bax, bu suallar orada var izahı. Diametrin uc nöqtələri. Baxın, bu çevrə. Bu da bizim diametrimiz. Diametrin uc nöqtələri. Bu olsun A nöqtəsi mənfi 4, mənfi 1. B nöqtəsi də olsun bu uc nöqtələri. Nə verib bizə? Bu da bir B-dir. 4, 5. Mənə çevrənin tənliyi olmaz, mərkəzi nöqtə. Yəni, bax, orta nöqtə lazımdır. Bunun A-sı, B-si lazımdır mənə. A-nı, B-ni tapmaq üçün nə edirdik? Toplayıb yarıya bölürdük. Mənfi 4 üstə gəlsin 4 bölü 2. Bu edir 0. B-ni tapmaq üçün mənfi 1 üstə gəlsin 5 bölü 2. Bu da edir 2. Bu zaman çevrənin tənliyi olur. X minus 0'ın kvadratı üstə gəlsin y minus 2'nin kvadratı bərabər R kvadratına. Alınır x'in kvadratı üstə gəlsin y minus 2'nin kvadratı bərabər R kvadratına. Buradan R tapmaq üçün, R'in kvadratını tapmaq üçün uşaqlar, gəlin ya x'in yerinə mənfi 4, mənfi 1 qoyun yoxlayın. Ya da 4, 5 qoyun yoxlayın. Fərqi yox. İkisinin də eyni cavab alınır. Yəni R eyni çıxacaq. Gətirib yerinə mənfi 4 ilə mənfi 1'i qoyuram. Mənfi 4 qoyanda x'in yerinə olur 16. Üstə gəlsin. Nə qoyduq? Mənfi 1 qoyduq yerinə. Bu da 9. Bərabər R'in kvadratına. Buradan R kvadratı bərabər 25'e. Baxın, gətirirəm burada R kvadratının yerinə yazıram 25.
Çevrənin tənliyi nə olur? X kvadratı üstə gəlsin y minus 2'nin kvadratı bərabərdir 25. O da Y variantı. 22-ci sual. Yenə də uc nöqtələri verib, diametrin ucunu verib. Diametrin uc nöqtələri veribsə artıq bilirik də A-nı tapmaq üçün. X1 ilə X2'ni toplayıb yarıya böləcəm. Olur 5 üstə gəl mənfi 3 bölü 2. Baxın, burada çıxarmalılaşdıram. Buna x1 yazıram, buna y1 yazıram. Buna x2 yazıram, buna y2 yazıram. Burada eləyir 2, 1. B-ni tapmaq üçün mənfi 3. Mənfi 3. Mənfi 3 üstə gəl 3. Bölü 2. Mənfi 3 üstə gəl 3 böl 2. Bu deyir 0. B'si 0'dır. Çevrənin tənliyi yazı onda olur. X minus 1'in kvadratı üstə gəlsin y minus 0'ın kvadratı bərabərdir y'in kvadratına. Çünki bu cavabda yəni ki, böyük səhvlər var. Bilmirəm hardadır səhvi. Eyb yoxdur. X minus 1'in kvadratı üstə gəlsin y-in kvadratı bərabərdir y'in kvadratına. Buradan y'yi tapmaq üçün ya x-in yerinə 5 mənfi, y-in yerinə mənfi 3 qoyub hesablamaq lazımdır. Ya da ki, bir dəfə gəl mənfi 3, müsbət 3 qoyanda da eyni cavab alınacaq. Gətirirəm indi bir dəfə x-in yerinə. Bir dəfə x-in yerinə mənfi 3 qoyacağım, y-in yerinə 3 qoyacağım. Yazırıq. X-in yerinə mənfi 3 qoyanda olur. Mənfi 4'ün kvadratı edir 16. Üstə gəlsin 9 bərabərdir r kvadratına. Buradan alıram ki, r kvadratı 25'e bərabərdir. Gətirəm, bax, burada r kvadratının yerinə 25'i yazıram. 25. Bax, çevrənin tənliyi budur. X minus 1'in kvadratı üstə gəlsin y-in kvadratı bərabərdir 25'e. Cavabda uyuşma yoxdur. Yazıq cavabları. Öz cavabı, bütün cavabı qeyd edək. Ağıllı cavabımız x minus 1'in kvadratı üstə gəlsin y-in kvadratı bərabərdir 25'e. 23-cü sual. Yəni deyir ki, çevrənin ən uzaq iki nöqtəsinin koordinatları. Bu çevrənin tənliyini yazın. A'sı verilib 3. A'sı verilib 3 mənfi 2. B'si verilib mənfi 5. 4 nöqtəsi verilib. Bərabər nə idi? B'nin koordinatları verir. Çevrənin ən uzaq iki nöqtəsi demək bu diametrin ucudur. Çünki çevrənin ən böyük vətəri diametr olduğuna görə bu da diametrin uc nöqtələridir. Baxın. A'sı buradır, B'si bura. Mənə mərkəz lazımdır. Mərkəzin nöqtələri. A'dan B. Buraya da x1, y1, x2, y2 qoyuram. Mərkəzi tapmaq üçün, yəni orta nöqtəni tapmaq üçün buraya yazıram. A bərabərdir x1 ilə x2'nin cəminin yarısı 3 üstə gəl mənfi 5 bölü 2. Bu deyir mənfi 1. B'nin koordinatlarını tapmaq üçün, yəni y1 ilə y2'ni toplayıb yarıya bölürəm. Mənfi 2 üstə gəlsin 4 bölü 2. Bu deyir 2 müsbət 1. Bu zaman olur r kvadratı bərabərdir x plus 1'in kvadratı üstə gəlsin y minus 1'in kvadratı. Buradan r'i tapmaq üçün, r kvadratını tapmaq üçün bir dəfə gətirirəm. Ya bir dəfə yoxla, bunu yoxla. Birinci səfər. Gəlib təzən ikinci səfərdə yoxlayanda eyni cavab alınacaq. Gətirirəm x-in yerinə 3, y-in yerinə mənfi 2 qoyuram. Baxın, x-in yerinə 3 qoyub, y-in yerinə mənfi 2 qoyub yoxlayıram. Bir görüm r kvadrat nəyə bərabərdir? Bərabərdir. X-in yerinə 3 qoydum. Olur 4'ün kvadratı 16. Üstə gəlsin. Mənfi 2 qoyanda edir bura mənfi 3. Kvadrat edir 9. Bu da 25. Tapdım ki r kvadratı 25. Çevrənin tənliyi x üstə gəlsin 1'in kvadratı. Üstə gəlsin y minus 1'in kvadratı
bərabər 25-ə. Bu da çevrənin tənliyi. Buradan da qeyd eləsək, x plus 1-in kvadratı çevrəmizin tənliyi üstə gəlsin y minus 1-in kvadratı bərabər 25-ə. Sağ olun, hələlik.